Allah Azza və Cəllə buyurur ki: "Summa latus'alunna yawma izin anin naim." Allah buyurur ki, sonra, yəni qiyamət günündə hər kəs nemətlərə görə sorğu-sual olunacaqdır. Allah Quran-Kərimdə buyurur ki: "Və in ta'udu ni'matallah la tuhsuha." Allahın nemətlərini saymağa başlasanız, onu sayıb qurtara bilməzsiniz. Yəni, Allahın sənə saysız, hesabsız nemətləri var. Bu nemətlərin hamısı haqqında Allah Azza və Cəllə səni sorğu-sual edəcəkdir. İbn Kəsir bu ayənin təfsirində buyurur ki, burada deyir Allah Azza və Cəllə sağlamlıq neməti haqqında sorğu-sual edəcək bizi. Deyəcək, ey qulum, mən sənə 50 il sağlamlıq verdim. 50 il sən sağlam yaşadın. 50 il sən xəstə olmadın. Yüngül xəstəlik oldu, şəfasını verdim sənə. Və 70 il sən xəstə olmadın. Yəni, belə deyək də, yataq xəstəsi olmadın. Gözünə belə deyək, nur verdim. Qulağın eşitməsini azaltmadım. Sənə qüvvət verdim, güc verdim. Sağlamlığı verdim sənə. Bu nemətdir. Bunun qarşılığı hanı? Çünki Allah bir neməti verirsə, o nemətin cavabı olmalıdır, qardaşlar. O nemətin cavabı olmalıdır. O nemətə sən cavab hazırlamalısan. Sərin su içmək belə Allahın sənə nemətidir. Bunların hamısını deyir, haqqında sorğu-sual olunacaqsan.